edəcəyik. Baxın, görün, çox gözəl alınır və bunun necə hazırlanmağını biz birlikdə izləyəcəyik, baxacağıq. Çox asan bir reseptdir, çətin deyil, lakin 3 hissədən ibarətdir. Buna görə 3 addımla biz bunu edəcəyik. Gəlin başlayaq. 3 ədəd yumurtanı ağından ayırırıq. Yumurtaları sarısını ağından ayırdık. 3 ədəd yumurtanın. Və mikser vasitəsilə çalırıq. 3 ədəd yumurtanın ağını çaldıqdan sonra yarım stəkan şəkər tozunu əlavə edərək və yenidən çalırıq. Yumurtanın ağı ilə şəkər tozunu qarışdırdıqdan sonra yumurtanın sarısını əlavə edirik içərisinə və birlikdə çalırıq. Yumurtanın sarısını bir-bir əlavə edib çalmaq olar. Yumurtanın sayından asılı, burada yumurtanın sayı az olduğuna görə hamısını birlikdə tökdüm. Sarını əlavə etdikdən sonra içərisinə 3 ədəd dolu xörək qaşığından dolu un əlavə edirik. Quru ərzaqların hamısını birlikdə qatırıq. 1 çay qaşığı kabartma tozu, 1 paket vanil, 2 xörək qaşığı kakao, və birlikdə hamısını ələyirik içərisinə. Quru ərzaqları ələdikdən sonra çalırıq hamısını birlikdə tam həll olana qədər çalırıq. Biskvitin içərisinə gedən bütün ərzaqları əlavə etdik. Biskvitin xəmirini çaldıq. Artıq xəmiri hazırdır və belə bir biskvit üçün qabı götürdüm. İçərisinə perqament kağızı qoyduq. Bitki yağı bir balaca dökürük və hər tərəfini yaxşıca yağlayırıq. Və xəmiri içərisinə götürürük. Elektrik sobasını artıq 180 dərəcədə isitmək üçün qoymuşam. Biskvitin xəmirini hazırlayana qədər artıq elektrik sobası isinir, bağışlayın. Biskviti tam eyni ölçüdə alınması üçün hər tərəfə yaxşıca yayırıq. Bir balaca belə edə bilərik. Artıq elektrik sobasına 20 dəqiqə bişmək üçün buraxacaq. Artıq biskvitimiz bişdi və biz bunu çıxartmırıq qabın içərisində, soymağa buraxırıq. Təxmini 10-15 dəqiqə soyuyacaqdır. Biskvit artıq soyuyubdur və biz bunun üzərindən oradan buradan, yəni demək olar, bir neçə dəlik açırıq.
və üzərindən soyuq südü hərləyirik. Təxmini yarım stəkan soyuq südü hərləyirik. Biskvitin üzəri üçün krem hazırlamaq üçün 200 qram krem şanti tozunu qabın içərisinə tökürük. 2 fincan soyuq su əlavə edirik. Lazım olarsa biraz da əlavə edə bilərik. Və onu yaxşıca çalırıq. Kremi çaldıqdan sonra içərisinə 1 stəkan kakao tökürük. İçində olsun. 1 stəkan kifayət edir. Üzərinə süd hərlədikdən sonra baxırıq ki, özünə çəkir. Təxmini 1-2-3 dəqiqə qaldıqdan sonra artıq südü özünə çəkibdir. Və biz hazırladığımız kakaoslu şanti kremini bunun üzərinə tökürük. Kremi üzərinə tökdükdən sonra hər tərəfi eyni olmaq şəklində yayırıq. Hər tərəfinə eyni olmalıdır, yəni düz durmalıdır. Düz şəkildə olmalıdır. Kokoslu kremi, şanti kremi üzərinə çəkdikdən sonra keçirik 3-cü hissəyə. 6 biskvit, üstü kokoslu krem və nəhayət 3-cü hissəmiz üzərinə 1 stəkan südü isitdim və bunun içərisinə 100 qram şokolad oxağı tökürəm. Damla şokoladdan və yaxud adi bir şokolad, lifta şokolad deyirik. O şokoladlardan istifadə edə bilərsiniz. İstədiyiniz şokoladdan istifadə edə bilərsiniz. İstəsəz plitənin üzərində, yəni sobanın üzərində biraz qaynada da bilərsiniz, qatılaşsın deyə. Onda daha yaxşı olur. 100 qram azlıq etdiyi üçün əlavə 100 qram da əlavə edirəm. Şokolad sosumuz hazırdır və biz onun təxmini ilk istiliyini çıxmağını gözləyirik. İlk istiliyi getdikdən sonra tortun üzərinə tökəcəyik. Daha çox, yəni çox isti tökmək olmaz. Bir balaca ilk istiliyi getməlidir. Artıq şokolad sosumuz öz ilk istiliyini aldı və biz onu 3-cü qat olaraq tökürük üzərindən və yenə el etməliyik hər tərəfinə yaxşı-yaxşı yayılsın. Artıq üzərinə şokolad sosunu tökdük və bu qaydada soyuducuya qoyuruq. Əgər axşam hazırlamışsınızsa, sabaha kimi soyuducuda qalsa çox yaxşıdır. Mən axşam hazırlamışam, sabaha kimi soyuducuda qalacaq. Yox, gün ərzində istifadə etmək istəyirsinizsə, gün ərzində hazırlanmışsınızsa 3-4 saat qalsa yaxşıdır. Artıq bir gecə soyuducuda qaldı və kənarlarına yüngül bıçaqla aralayırıq. Açdıq. Gördüyünüz kimi asan bir şəkildə açıldı. Buyurun baxın. Bu görə alınıbdır. 3 qat biskvit, kremi və üstünün şokoladlı sosu. Və biz bunu bölürük. Bölərkən ilk öncə 2 hissəyə ayırırıq.
Çok yumuşak bir torttu. Sonra yine 2 hissəyə ayırırıq, yəni 4 hissə olur. Sonra biz bunu 6 hissəyə ayırırıq. Və 8 hissə. Gördüğünüz kimi bu cür tortun şəkli alınır. Dilimlərə bölürük. Daha xırda dilim də edə bilərik, lakin bu cürə daha gözəl alınır.